Hər birinizə salamlar. Bugün vlogumla qarşınızdayım. Çantamı yığıram çünki bugün biraz həm xalça festivalı, biraz ofis, biraz məktəb, hazırlıq qarışıq olacaqdı. Özümüz sizə göstərirəm və avtobusa keçid edirik. Avtobusda kitabımdan hardasa 40 səhifə falan oxuyuram əslində və ofisə çatırıq. Ofisdə riyaziyyatımı yazdıqdan sonra baxıram ki, bacıma haçan getəcəyik. Sağ olsun tez çıxırıq və gedirik Qarabağ oyunçuları ilə görüşə, amma növbə mədəniyyəti falan olmadığı üçün bu qaqaşın başına nə qədər forma gəlmişdi. Bu da imzalanan formalardan biri. Sizə göstərirəm burada və yenə bir xalça yerinin qabağında özümü çəkirəm. Burada da istedadlı gənclərimizi görürsüz. Ab-hava məncə görünür ki, çox qəşəng idi və hava çox əla idi. Bu qayıqların da məqsədini bilmirəm. Çəkdim ki, sizdən soruşmuş olum. Və bacım məni doyurmağa götürmüşdü. Sağ olsun mənim qarnımı doyurdu və hazırlığa yola saldı. O hissələri görməmisiniz və axşam evə gəldikdən sonra bacımın webinarı var idi. Burada sizə göstərirəm ki, nə qədər düzlərim çıxıb. Kitabımı oxuyub yatıram. Hələlik!